Salam müəllimlər, hər vaxtınız xeyir. Dərsimiz oduncağın zivana ilə birləşdirilməsi mövzusudur. Ətrafımıza diqqətlə baxsaq, diqqət yetirsək, məktəbdə, evdə, bağda, yəni oduncaqdan hazırlanmış çoxlu sayda məmulatlar görə bilərik. Bütün bu masalı, stul, kətil, şkaf, rəf, qapı, pəncərə, çərçivə bunlar hər biri bir-birinə mismar, vint, yapışqan, zivanaların köməyi ilə birləşdirilmiş müxtəlif detallardan ibarətdir. Deməli, bütün bu masada kətil, şkaf nə ilə birləşir? Mismar, şurup, yapışqan, vint və zivanaların köməyi ilə birləşdirilir. Hər bir birləşmənin yaxşı və pis cəhətləri var. Nədir onlar? Bir neçə detaldan ibarət xarat məmulatları, sökülən və sökülməyən birləşmələr olmaqla iki yerə bölünür. Deməli, neçə yerə bölünür? İki yerə sökülən və sökülməyən birləşmələr. Sökülməyən hansılardır? Sökülməyən mismar və yapışqanlar. Yəni, bu birləşmələr sökülmür. Mismarla yapışılan, yəni birləşdirilən birləşmə, həmçində yapışqanla olan birləşmə sökülmür. Bəs sökülən isə vintlə olan birləşmədir ki, yəni bunu rahatlıqla sökmək olar. Oduncaqda olan detalların zivana birləşməsi də mümkündür. Yəni onların zivana ilə birləşməsi də mümkündür. Detalların zivana ilə birləşməsi daha möhkəm və etibarlı hesab olunur. Deməli, detalların daha etibarlı birləşməsi nə hesab olunur bu şurupdan, mismardan, vintdən? Deyirik ki, zivana birləşməsi daha möhkəm və daha etibarlı olur. Bu onunla izah olunur ki, nəyə görə? Bu onunla izah olunur ki, zivana birləşməsində detalların nisbətən böyük sahədə təmasda olması təmin olunur. Deməli, nəyə görə zivana birləşməsi daha etibarlı oldu? Həmin birləşmədə, zivana birləşməsində detalların nisbətən böyük sahədə təmasda olması təmin olunur. Zivana birləşməsinin əsas elementləri nədir? Zivana birləşməsinin əsas elementləri zivana, yuva və yarıqdır. Zivana birləşməsinin əsas elementləri baxırsınız şəkil 1-də göstərilir. Nədir? A. Zivana, B. Yuva, C isə yarıq. Şəkillərə diqqətlə baxsaz, yəni yadınızda qalacaq. Sonra, bəs zivana nədir? Zivananın tərifi. Zivana pəstahın təpəsində yuva və yarığın profilinə uyğun bir çıxıntıdır. Çıxıntısı var, görürsünüz? Pəstahın təpəsində yuva və yarığın profilinə uyğun çıxıntıdır. Bəs yuva nədir? Yuva. Pəstahda zivananın taxıldığı deşikdir. Baxın, görürsünüz, burada bir çıxıntı var. Burada isə bir hissə var ki, deşik var ki, həmin zivananın taxıldığı deşikdir yuva. Yuva zivananın ölçülərinə və profilinə uyğun olmalıdır. Təbii ki, yuva zivananın profilinə və ölçülərinə uyğun olmalıdır ki, bunlar bir-birinə, yəni uyğun formada geydirilə bilsin. Bəs yarıq nədir? Yarıq isə pəstahın təpəsində zivananın taxıldığı yuvadır. Pəstahın təpəsində zivananın taxıldığı yuvadır yarıq. Yəni, baxın, bu zivana, baxın, bu hissəyə taxılır. Görürsünüz, o formada da onun bir yarığı var. Zivananın, görürsünüz, çıxıntısı nə formadadır? Yarıq pəstahın təpəsində zivananın taxıldığı yuvadır. Yəni, bura zivana taxılır. Yarığa zivana taxılır. Həmçinin də zivana özü də yuvaya taxılır. Və burada bir şey deyim. Yarıq yuvadır. Yarıq yuvadır. Yuva isə bir deşikdir. Bu belə. Sonra aşağıda şəkil deməli 2-də göstərilir ki, zivana və yarığın əsas elementlərini göstərmişdir. Bu da zivana və yarığın hər ikisinin də həm zivananın, həm də ki, yarığın əsas elementləri göstərilir. İndi müəllimlər, zivananın əsas elementləri hansıdır? Zivananın əsas elementi,
Yəni bu zivananın özünün elementindən deyir. Demir zivana birləşməsinin, birləşmə demir. Zivana birləşməsi baxın budur. Bu şəkil 1 zivananın birləşməsidir. Zivana yarığa belə deyək taxılır. Sonra isə o da yuva ilə birləşir. Baxın bu zivana birləşməsinin əsas elementidir. Yəni zivana birləşən zaman hansı hissələr birləşir? Ümumi. Amma zivananın birləşməsinin əsas elementləri, yəni zivananın əsas elementləri birləşməsinin demir. Baxın, zivana birləşməsinin desə, zivana, yuva, yarıq. Amma zivananın əsas elementləri desə, zivananın, görürsünüz, birləşmə sözü yoxdur. Sadəcə zivananın özünü təkcə deyir. Zivananın özünün hissələri, yəni zivana birləşməsinin hissələri isə hansıdır? Zivananın 1 ilə göstərilir zivananın təpəsi, 2-də çiyini, baxın, dəqiq bilin, 2-də çiyini, 3-də isə yan tərəfi. Bir də deyirəm, təpəsi, zivananın təpəsi, 2 çiyini, 3 isə yan tərəfi. Bəs desək ki, yarığın əsas elementləri isə yarığın dibi, baxın, dibi və yanaqlar, yəni hər iki tərəfdə. Hər iki tərəfdə yanaqlar hesab olunur. Deməli, bir daha deyirəm, zivana birləşməsinin əsas elementi desə, deyirik, zivana, yuva, yarıq. Bəs bizdən desək ki, zivananın əsas elementləri, birləşmə sözü yoxdur, zivana, yəni təkcə zivananın özü. Bu zaman deyirik, zivananın təpəsi, çiyini və yan tərəfi. Sonra detalların qalınlığından asılı olaraq açıq bir qat, açıq 2 qat, açıq 3 qat və düz bağlı. Baxın, 4 yoxdur. Düz bağlı var. Açıq 1 qat, açıq 2 qat və açıq 3 qat düz bağlı. Nədən? Detalların qalınlığından asılı olaraq. Yəni, bu zivana birləşmələri tətbiq olunur. Açıq 3 qat birləşmə həm də künc yeşik birləşməsi adlanır. Hansı? Açıq 3 qat birləşmə həm də künc yeşik birləşməsi adlanır. Tamasaların qalınlığı 40 mm olduqda bir qat, 40 mm-dən 80 mm-ə qədər olduqda 2 qat, 80 mm-dən artıq olduqda isə 3 qat zivanalardan istifadə olunur. Tamasa nədir? Tamasa müxtəlif məqsədlər üçün yonulmuş, hazırlanmış nazik və ensiz bir taxtadır. Deməli, baxırıq, şəkil A-da göstərib açıq 1 qat, şəkil B-də göstərilib açıq 2 qat. Görürsünüz, burada 2 qat, 1 qat, yəni hissə 1 qatdır. Sonra açıq 3 qat görürsünüz, 3 dənə sanki burada yarığı var, hər iki hissədə də 3 dənə. Açıq 3 qat 3 hissəsi var və digəri isə düz bağlıdır. Baxın, düz və bağlı. Sonra müəllimlər, nə qaldı? Zivana birləşməsinin möhkəm olması üçün elementlərin ölçülərini nisbətən qorumaq lazımdır. Bir qat zivananın qalınlığı A. Baxırıq, şəkil neçədir? 4-də. Zivanaya baxırıq. Deməli, detalın qalınlığı bizdə zivananın qalınlığı A ilə göstərilir. A ilə göstərilir. Detalın qalınlığı isə S0. Detalın qalınlığı isə S0. O da bərabərdir 0,4 hissəsinə bərabərdir. Tərif olaraq isə artıq bu tərifi verir bizə. A bərabərdir 0,4 vurulsun S0. Yuvanın və yarığın yanağının deməli hesablanmasında isə yuvanın və yarığın hesablanmasında isə yanağın hesablanmasında isə S2 qalınlığı deməli yuva və yarığın qalınlığını S2 sonra zivananın simmetrik yerləşməsi şərti ilə belə hesablanır. S2 bərabərdir 0,5 S0 çıxılsın A. Deməli S2 bərabərdir
0,5 möhtərəzidə S0 çıxılsın. Bu isə yuva və yarığın yanağının hesablanması üçün olan düsturdur. Baxırsınız, şəkil yenə 4-də göstərilən düstur isə yuva və yarığın hesablanması düsturdur. Yəni, burada bizdən nəyi soruşsa, avtomatik həmin düstur yadımıza düşür, sonra hesablayırıq və oradan variantı tapırıq. Zaten bizə verəndə, belə deyək də, hər birinin ölçülərini, vahidini verəcək. Və bu formada düsturu yadımıza salırıq, ölçüləri yazırıq, hesablayıb, vurub, çıxıb, artıq oradan hansı ölçü bizə lazımdırsa, onu tapırıq. Sadəcə burada olan düsturları əzbər şəkildə sizə bilmək qalır. Sonra Zivana birləşməsində olan məlumatlar yığma çertyojuna əsasən hazırlanır. Deməli, Zivana birləşməsində olan məlumat hansı çertyoja əsasən hazırlanır? Yığma çertyojuna. Sonra deyir ki, şəkil 5-də bir yeşik var, onun yığma çertyoju göstərilmişdir. Şəkil 5-də yığma çertyoju verilib. Burada bir yeşikdir. Burada isə onun çertyoju verilib. Paylama materialı üçün yeşikdir. Adıdır, sayıdır, miqyasıdır, materialıdır. Deməli, burada 2 uzun divar, yan divar deyib. Miqyas 1-in 1-ə və hazırlandığı material isə fanerdir. Belə müəllimlər, bu mövzuda bu qədərdir. Sadə bir mövzudur. Uğurlar olsun hər birimizə.